Ancaq nədir? İsmail bəy, biz çox müştəri istəyirik. Gəlin səmimi danışaq da. Bu günlərim hamımız çox müştəri istəyirik. Bu çox müştəriyə bizim sistemimiz, təməlimiz nə qədər hazırdır? Testerlar deyə konkret bir heyət var. Test heyəti deyək biz ona. Platforma hazır olur və onu test edirlər. Bu game developerlar üçün də keçərlidir, bank təşkilatlar və bir çox qurum üçün bu keçərlidir. Kiçik və orta sahibkar olaraq öz sistemimizi heç zaman yoxlamırıq. Bu günlərim 5 müştəri qarşılayırıq. Əgər bizim qarşımızda 10 müştəri olarsa, 10 müştərinin hər birini normal şəkildə qarşılayıb və yola sala biləcəyik və sonra geri dönüşləri izləyə biləcəyik. Əgər bunu eləyə bilməyəcəksə, biz deməli çox müştəri bizim üçün deyil. Çox müştəri rəqiblər üçündür. Buna görə də ilk olaraq təməlimizi, sistemimizi düzgün şəkildə qurmalıyıq. 10 illik şirkətdir. Hələ də müştəri ondan soruşanda ünvan hardadır? Əməkdaş bir-bir ona yazır. Yəni bunu artıq avtomatlaşdırmaq lazım idi. Doğru şəkildə WhatsApp biznesə inteqrasiya olmamış şirkətlər var. Yəni orada hər şey o qədər asanlaşıb ki, artıq kataloqunuz var, normal salamlama mesajınız var, iş saatları var. Bütün detallar orada qeyd olunub. Hələ də bir çox şirkətlər var ki, bu gün qarşılaşırıq. 10 ilə yaxın təcrübəsi var, düzgün inteqrasiya olmayıb. Kataloq, status normal bir şəkildə biz orada görə bilmirik. Sosial şəbəkələrimizi müəyyən bir səviyyədə saxlaya bilmək üçün ən azından o müştəri bazamızı bu təməlləri doğru şəkildə hazırlamalıyıq.